Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizə sifət mövzusu haqqında danışacağım. Sifətin hər bir xüsusiyyəti haqqında danışacağıq. Sifət, yəni konkret qaydası var ki, əşyanın əlamətini və ya keyfiyyətini bildirəcək. Və sifətin sualları bəllidir ki, necə, nə cür, hansı suallarına cavab verəcək. Necə, nə cür, hansı. Sadəcə bu suallarda diqqət etməliyik ki, bu suallar başqa, yəni cümlə üzvünün sualı ilə qarışdırmayacaq. Morfoloji sualdır bu, nitq hissəsi kimi sualıdır sifətin. Yəni hər bu necə, nə cür, hansı sualına cavab verən söz sifət deyil. Biz konkret sifətləri, sözləri tanıyacağıq ki, məsələn, əlamət, keyfiyyət bildirir və ya əşyanın önündə gəlib, ismin önündə gəlib onu izah edəcək. Məsələn, tutaq ki, dadlı meyvə. Artıq bu sözə konkret bir sifət deyə bilərik. Necə meyvə, nə cür meyvə. Amma məsələn, bu meyvə, hansı meyvə? Buna da hansı sualını verib və biz bu sözünə sifət deməyəcəyik. Sadəcə bu əvəzlikdir. Yəni, diqqət etməliyik ki, bu suallar konkret bir sifətə vermiş olaq. Əlamət deyəndə nə nəzərdə tutulur? Əlamətə aiddir rəng, həcm, forma və zahiri görünüş. Yəni bunlar əlamət bildirən, sifətin əlamət bildirməsi deyəndə bunlar nəzərdə tutulacaq. Məsələn, armudu sözü. Armudu stəkan deyəndə stəkanın formasını bildirəcək. Deməli, biz bunu gözümüzlə görüb necə, nə cür, hansı sualını veririksə, zahiri görkəmini izah ediriksə, artıq bu olacaq forma və əlamət. Və ya hündür. Hündür deyəndə biz gözümüzlə görüb əlamətini bildirmiş olacaq. Keyfiyyət deyəndə bura daxili xüsusiyyətlər aiddir. Keyfiyyət. Yəni və bura həm daxili xüsusiyyət, xarakter aiddir ən çox da. Bir də dad bildirmək. Məsələn, xarakterə aid olar, tutaq ki, tənbəl. Tənbəl bir insanın daxili xüsusiyyətini bildirən, yəni keyfiyyət bildirən sözdür. Və ya soyuq, biz kənardan baxanda bir daşın və yaxud bir əşyanın soyuq olduğunu bilmirik. Biz ona toxunandan sonra bilirik ki, o soyuqdur. Keyfiyyət bildirir. Dad, məsələn, bir meyvəni yeyəndə bilirik ki, o turşdur və ya şirindir. Deməli, biz gərək ona toxunaq, yeyək, baxaq ki, keyfiyyətini bilək. Deməli, əlamət budur, keyfiyyət budur. Sonra gəlir sifətin quruluşca növləri. Sifətin quruluşca növləri bütün nitq hissələrində, yəni əsas nitq hissələrindən söhbət gedir təbii ki. Əsas nitq hissələrində sadə, düzəltmə, mürəkkəb olur. Quruluşca növləri sadə, düzəltmə və mürəkkəb olur. Biz burada nəyə diqqət edəcəyik? Bir də sadə söz deyəndə sözdə leksik şəkilçi olmur. Sadəcə ya bir kökdən ibarət olur, ya da kök və qrammatik şəkilçidən ibarət olacaq. Yəni bu qrammatik şəkilçinin sayı 1 və ya 5 milyon olsun. Yetər ki, sözdə üç bucaq, yəni leksik şəkilçi olmasın. Məsələn, sadə sifətlərə aid olar, tutaq ki, uca. Uca sadədir. Və ya dərəcə şəkilçiləri qrammatik sayıldığına görə kök və şəkilçi ayırmasaq da uzunsov sadədir. Göyümtül sadədir. Çünki kök və dərəcə şəkilçisindən ibarətdir. Düzəltmə sifətlər isə iki qrupa bölünəcək. Düzəltmə sifətlər, yəni sifətlər adlardan düzələ bilər. Yəni adlar deyəndə bura aiddir, isimdən düzələr və feildən düzələn sifətlər olar. Məsələn, nümunələr yazaq. Tutaq ki, imkan ismindən imkanlı sifəti necə? Və ya dad ismindən dadsız sifəti necə? Dadsız. Sonra ölüm ismindən, ümumiyyətlə bir söz nədən düzəlib, nədən yaranıb deyəndə sonuncu leksikdən əvvələ baxacağıq. Ölmək feilindən ölüm ismi düzəldi,
ölüm ismindən ölümcül sifəti düzəldi. Ölüm ismindən düzəldi, ölümcül sifəti oldu. Sonuncu leksikdən əvvələ baxacağıq. Və ya evdəki, dakı yalnız sifət düzəldən şəkilçidir. Sonra lıq şəkilçisi də isim düzəldə bilir. Aylıq maaş, donluq parça, qurbanlıq qoç, yüzlük lampa və s. Həftəlik plan və s. Və burada I+4 şəkilçisi ilə də sifət düzəldə bilirik. Badamı göz. Necə göz? Badamı göz. Və ya armudu stəkan. Necə stəkan? Armudu. Yəni burada I+4 şəkilçisindən istifadə edirik. Və bununla bağlı bir şey deyim ki, I+4 şəkilçisi forma və rəng bildirən sözlərə qoşulubsa milli şəkilçidir, sifət düzəldib. Ancaq İV şəkilçisi də ola bilər ki, o da sifət düzəldir, ondan qarışdırmayacaq. Məsələn, dairəvi, burada V bitişdiricidir, dairədən dairəvi, ailədən ailəvi, tarixdən tarixi. İndi bizə desək ki, tarixi sözündəki I şəkilçisi I+4 ilə düzəlmişdir. I, U, Ü, xeyr. Mən dedim ki, I+4 o zaman milli şəkilçi və sifət olacaq ki, sifət düzəldən şəkilçi olacaq ki, bu tip forma bildirən və rəng bildirənlərə qoşulanda, məsələn, gümüşdən gümüşü, sonra xurmadan xurmayı, yəni buradakı I+4-dür, tarixi sözündəki, tibbi sözündəki, bunlarda İV şəkilçisi olacaq. Qısa bir qeyd deyim sizə. I+4 şəkilçisi leksik də ola bilir və qrammatik də ola bilir. Bunu nə zaman qarışdırmayaq? Əgər Y bitişdiricisi ilə birləşibsə sözə, o zaman oradakı I leksik şəkilçidir. N və S bitişdiricisi ilə birləşibsə, oradakı qrammatik şəkilçi olmuş olacaq. Yadda saxlayırıq. Bu niyə bu axıra kimi çəkmirəm? Bu şəkildə. Yadımızda qalsın ki, lüğəvi, mənəvi, kimyəvi, xəlqi, rəsmi, bu sözlər sadə sözlərdir və əşyəvi sözü. Bu sözlər quruluşuna görə sadə sözlərdir. Yəni, bunları kök və şəkilçiyə ayırmaq olmaz. Yəni, sifət kimi rəsmi məlumatlar olacaq sadə söz. Sifətin 3 sualı var biz bildik ki, necə, nə cür, hansı və bütün sifətlər 3 sualın üçünə də cavab verə bilmir. Məsələn, bura aiddir. Dakı, dəki ilə və K+4 ilə düzələn sifətlər. Dakı, dəki yalnız sifət düzəldir. K+4 isim də düzəldə bilər. Biz bunu necə biləcəyik? 3 dənə sualdan yalnız hansı sualına cavab verən sifətlər deyəndə biz bu sifətlərlə, şəkilçilərlə düzələn sifətlərdən tapacağıq. Məsələn, bağımızdakı sözünə biz haradakı sualını verə bilmərik. Bağımızdakı meyvə. Hansı meyvə? Bağımızdakı. Bağ, bağımız, bağımızdakı. Necə meyvə deyə bilmərik. Zaman zərflərinə qoşulanda adətən ki şəkilçisi sifət düzəltmiş olacaq. Dünənki, axşamki, bildirki, sabahki və s. Daha biz buna nə zamanki sualını verə bilmərik. Hansı axşamki xəbər? Hansı xəbər? Dünənki məlumat. Hansı məlumat? Ancaq ki şəkilçisi isim də düzəldə bilir. Nə zaman? Qrammatik şəkilçidən sonra, əvəzlikdə qrammatik şəkilçidən sonra qoşular və bizimki, sizinki, özümüzünki, bunlar artıq sifət yox, isim olacaq. Çünki biz buna bizimki gəldi. Hansı gəldi? Yox, kim gəldi? Və ya bizimki Əli gəldi deyə bilmirik. Hansı Əli? Yəni sadəcə bizimki isim olacaq. Bunu yadda saxlayırıq. Bir də bunlar olacaq düzəltmə. Lakin burada bəzi sözlər var ki, düzəltməyə bənzəyir. Orada ki bizi çaşdırır. Ancaq bu sözlər mürəkkəb sifətlərdir.
Bugünkü, o günkü, hər günkü bunlar olacaq mürəkkəb sifət. Yadda qalsın. Və inişil sözü sadə zaman zərfidir. Ancaq inişilki düzəltmə sifətdir. Sırağa gün sadə zaman zərfidir. Ancaq sırağa günkü düzəltmə sifətdir. Daha biz buna mürəkkəb sifət deməyəcəyik. Yadda saxlayırıq. Sizə bəzi leksik şəkilçiləri deyim. Yəni bunlar pərəstdir. Bu şəkilçilər bir cür yazılan sifət düzəldən şəkilçilərdir. Məsələn, xəyalpərəst, vətənpərvər. Karla onlar davakar. Xorla rüşvətxor, çayxor. Lam, sağlam. Yəni bunlar qeyri-məhsuldar bəziləri leksik şəkilçilərdir. Co ön şəkilçidir. Na ön şəkilçidir. Anormal, bu da sulla yoxsul. Yəni yoxsul düzəltmə sifətdir. Yoxdur ki, yoxsul olacaq. Keş, qayğı keş. Və bu şəkilçilər isimlə düzəldə bilir. Məsələn, karla sənətkar, keşlə dabankeş. Yəni bəziləri isimlə düzəldə bilir, sifət də düzəldə bilir. Biz dedik ki, feildən də sifət düzələ bilir. Məsələn, gülmək feilindən güləyən sifəti düzəldəcək. Ağlamaqdan ağlağan, qırmaqdan qırıcı təyyarə, qızmaq, qızdırmaq, qızdırıcı. Bu mamə şəkilçisi vurğunu öz üzərinə alıbsa, biləcək ki, leksik şəkilçidir. Hörmə saç, burma saç. Bitməkdən bitkin, çalışmaqdan çalışqan, qorxmaqdan qorxaq, qorxmaqdan qorxunc, qaynamaqdan qaynar su, oxşamaqdan oxşar fikirlər, iyrənməkdən iyrənc, qısqanmaqdan qısqanc. Mən bunları ona görə deyirəm ki, yəni əgər biz sözün düzəltmə olmasını bilmək istəyiriksə, köklə yaranmış arasında əlaqə mütləqdir. Yəni mütləq gülür güləyən olur, çalışır çalışqan olur, qorxur qorxunc olur, qaynayır qaynar olur. Mütləq əlaqə olmalıdır. Burada güləyən və ağlağan sözlərin üzərindən götürək. Bir var feildən düzələn sifət, bir də var feili sifət. Feildən düzələn sifətlə feili sifəti biz necə fərqləndirəcəyik? Məsələn, biri var güləyən, biri var gülən. Yadda qalsın ki, feili sifət şəkilçiləri an, ən şəkilçisi və ya yan, yen formasında qala bilər. Feili sifət şəkilçisi indiki zaman mənası bildirir. Hal-hazırda baş verən hadisənin indiki zaman anlayışı bildirir. Məsələn, gülən adam. Bu bir. İkinci, ən əsası feili sifəti biz inkarda işlədə bilərik. Gülən sözünü gülməyən formasında. Sadəcə bura saitlə bitir, saitlə başlayır deyə bitişdirici samitdən istifadə edirik. Gülməyən. Ancaq gül sözün kökü əyən leksikdir. Və feildən düzələn sifətin feili sifətdən fərqi odur ki, feildən düzələn sifət xarakter bildirir. Məsələn, güləyən adam xarakter bildirir. Gülən adam isə xarakter bildirmir. Gülməyən deyə bilmərəm. Mən bunu inkarda işlədə bilməyəcəm. Yəni, feildən düzələn sifətlə feili sifətin fərqi ən əsası inkarda işlədə bilirəmsə olur feili sifət. İnkarda işlədə bilmirəmsə olacaq feildən düzələn sifət. Məsələn, ağlağan və ağlayan. Ağlağan sözü xarakter bildirən sifətdir. Ağlamaqdan ağlağan, xan şəkilçisi. Biri var ağlayan. Ağlayan isə hal-hazırda vəziyyəti bildirir və mən onu inkarda işlədə bilərəm. Ağlayan, ağlamayan. Deməli, bu olur feili sifət. O birisi olur artıq sifət. Yəni, biz ona feil deyə bilmərik. Biz taxtadan stol düzəldib, taxta demirik ki, stol deyirik. Burada da feildən sifət düzəldib, sifət deyəcəyik. Mürəkkəb sifətlər. Yadımızda qalsın ki, mürəkkəb sifətlər ayrı yazılmaz. İsimlər də, mürəkkəb sifətlər də ayrı yazılmaz. Məsələn, mürəkkəb sifətlərin bitişik yazılanları hansı üsulla olanda bitişik yazılacaq?
Əgər sözlər müxtəlif mənalı sözlərdirsə, həmin sözlərdən olanda bitişik yazılacaq. Məsələn, qara qabaq, şirin dil. Və ya bir sadə bir düzəltmə sözün birləşməsindən yarananda enli kürək, enli düzəltmə, kürək, sadə. Və ya hər iki tərəfi düzəltmə sözdən yarananda bitişik yazılacaq. Soyumaqdan soyuq, qandan qanlı. 2 dənə ayrı düzəltmə sözü birləşdi, bir mürəkkəb sifəti yaratdı. Bir tərəfi mənsubiyyət şəkilsi olarsa, ölkələr arası mənsubiyyət şəkilsi var və ya ürəyi açıq. Ürəyi açıq, onun ürəyi açıq. Yəni buradakı i mənsubiyyətdir. Bu formalarda olanda bitişik yazılacaq mürəkkəb sifətlər. Bir də bu, məsələn, babə birləşdiricisi olanda, babə bitişdiricisi olanda bitişik yazılar. Cürbəcür, növbənöv, rəngbərəng, rəngarəng, ada olanda bitişik yazılacaq. Ancaq əks mənalı sözlər olanda defislə yazılacaq. Bir tərəf ayrılıqda işlənə bilməyəndə və ya qeyri-adi defislə yazılacaq. Bir tərəfi ayrılıqda işlənə bilməyən olanda, məsələn, əyri-üyrü defislə yazılacaq. Bir şey deyim, eyni sözün təkrarından yaranan mürəkkəb sifətlər ki olur, tutaq ki, dadlı-dadlı. Bunlar da defislə yazılacaq və bunların bir qrammatik tələbi var ki, özündən sonra gələn isimlər cəmdə olsun. Yəni, özündən sonra isim cəmdə işlənməlidir. Məsələn, dadlı-dadlı meyvə deyə bilmərik. Biz dadlı-dadlı meyvələr deməliyik. Şirin-şirin nağıllar deməliyik. Bir dənə yığın-yığın sifətidir ki, ondan sonra isim təkdə olar. Yığın-yığın odun. Yerdə qalanlar da təkdə işlənə bilməz. Cəmdə işlənməlidir. Sifətin dərəcələri ilə davam edirik. Sifətin 3 dərəcəsi var. Adi, azaltma, çoxaltma. Adi dərəcədə bildiyimiz kimi azaltma və çoxaltma dərəcələri üçün ölçü xətti sayılır. Bu dərəcə əsasında əlamət və keyfiyyət dərəcə göstəricisinin ya çox, ya da az olması müəyyənləşir. Adi dərəcənin özünün xüsusi göstəricisi yoxdur. Azaltma və çoxaltma dərəcələri morfoloji yolla, yəni sözə şəkilçi artırmaqla düzəlir. Sintaktik yolla iki sözün birləşməsi ilə yolla yaranır. Azaltma dərəcəsi morfoloji üsulunun göstəricilərinə aiddir şəkilçilər. Yəni bu şəkilçiləri əzbər tanımalıyıq. Sov, şın, yanız, ımtıl, ımtıraq, raq və deyim ki, bu şəkilçilər qrammatik sayıldığından bu sözlər quruluşuna görə sadə sözlər sayılacaq. Sintaktik üsulda sözlərdən istifadə edəcəyik. Sadəcə burada biz nəyə fikir verəcəyik? Ala sözü defislə yazılacaq. Alaçı, ala yarımçıq. Açıqdan sonra rəng bildirən sifət gəlibsə, azaltma dərəcəsinin sintaktik üsuludur və defislə yazılacaq. Kəm sözü sifətə birləşibsə, azaltma dərəcəsi və sintaktik üsuldur və bitişik yazılacaq. Təhər sifətə birləşibsə, sifətə qoşulubsa, azaltma dərəcəsi bitişik yazılacaq. Az sözü ayrı yazılır. Az şirin, az güclü və davam edirik. Sintaktik üsulunda bəzi sözlərə fikir verəcəyik ki, məsələn, ala, bula, alanı görən kimi azaltma dərəcəsi demirik. Bulanın leksik mənası yoxdur və burada dərəcə yaranmayacaq. Quruluşca mürəkkəb sifət sayılacaq. Açıqdan sonra rəng bildirən sifət gəlirsə azaltma dərəcəsidə. Açıq yaşıl, açıq mavi. Açıq aydın, açıq aşkar. Bunlar defislə yazılan mürəkkəb sifətlər ola bilər. Ancaq azaltma dərəcəsi yoxdur. Açıq sözündən sonra adi dərəcədə sifət olacaq. Nə zaman isim gələrsə, yəni o zaman açıq sözü adi dərəcədə olur. Açıq qapı. Burada azaltma yoxdur. Biz düsturu yuxarıda dedik ki, açıq bu zaman azaltma olar. Açıq burada sadəcə adi dərəcədə sifətdir. Açıq hava, açıq kitab. Açıqdan sonra feil gələrsə, açıq sözü zərf olacaq. Açıq danışmaq, açıq söyləmək.
və ya bitişik yazılıbsa sözə mürəkkəb sifətdir sadəcə. Açıq sözdür, açıq fikirli, açıq ürəkli. Biz buna adi dərəcədə baxacağıq. Adi dərəcə kimi götürəcəyik. Kəm sözü dediyim kimi sifətə qoşulubsa azaltma yaranar. Kəm şirin, kəm turş bu formada. Ancaq isimlərə qoşularsa bu adi dərəcədə mürəkkəb sifət olur. Kəm savad, sonra bir də kəm ağıl, kəm hövsələ. Biz bunlara azaltma deyə bilmərik. Yarımkəm sözünün mənası az deməkdir və yarımçıq deməkdir. Azdan sonra sifət gəldikdə azaltma olacaq. Az şirin, az dadlı. Amma feil gələrsə az zərf, isim gələrsə say olacaq. Məsələn, az adam. Burada az saydır. Az danış. Burada az zərfdir. Bunlara diqqət edəcəyik. Ala açıq sözləri ilə yaranan azaltma defislə olacaq. Kəm, təhər sözlərindən yaranan azaltma bitişik yazılacaq. Davam edirik yoldaşlar. Baxırıq indi biz burada çoxaltma dərəcəsinin xüsusiyyətlərinə. Çoxaltma dərəcəsi də iki yolla yaranır. Morfoloji üsulundan, yəni m, p, r, s samitlərindən istifadə edərək, bir də cacə ədatı sifətlərə qoşularaq və körpəcə, xırdaca, zorbaca, qaraca onun körpəliyini biraz da çoxaltdı. Zorbalığını biraz da çoxaltdı. Xırdaca, qaraca. M, p, r, s da masmavi, sonra gömgöy, qıpqırmızı. Bunları yadda saxlayırıq. Cacə bu sifətlərin üstündə ədat kimi, ədatdır, çoxaltma dərəcəsini formalaşdıracaq. Bir də bu m, p, r, s sifətə qoşularsa çoxaltma yaradır. Məsələn, bumbuzda çoxaltma deyil, çünki buz isimdir, adi dərəcədədir. Büsbütün ümumiyyətlə sifət deyil, büsbütün zərfdir. Çünki özündən sonra feil tələb edəcək. Büsbütün islanmışdır, büsbütün gözəlləşmişdir, dəyişmişdir. Ağ məsələn sifətin morfoloji üsulla çoxaltma dərəcəsində appaqdan da istifadə edə bilərik. Ağappaq. Balaca adi dərəcədədir. Çoxaltma dərəcəsində olsa balaca olacaq. Sintaktik üsulunda ədatlardan və sözlərdən, hissəciklərdən istifadə edəcəyik. Ən o zaman çoxaltma yaradar ki, sifətin önündə gəlsin. Lapdakı həmçinin. Məsələn, lap, çox, yedi. Daha burada lapı görüb, burada çoxaltma dərəcəsi deyə bilmərik. Burada sadəcə zərfin önündə işlənmiş lap ədatıdır. Və ya daha aydın danışdı. Daha aydın danışdı, orada siz çoxaltma dərəcəsi deyə bilməzsiniz. Çünki aydın sifət kimi işlənməyib, zərf kimi işlənib. Və ya olduqca maraqlı danışdı. Orada da çoxaltma yoxdur. Özündən sonra isim gəlməyib. Düm ağ, bitişik yazılır düm. Zil ayrı yazılır. Tünd rəng gəlibsə çoxaltma dərəcəsidir və defisinə yazılacaq, ancaq rəng bildirən sifətlərlə işlənəcək. Dümdüz morfoloji üsuldur. M, p, r, s ilə. Bunu yadda saxlayırıq. Yerdə qalan dümlə olanlar sintaktik üsuldur. Tünddən sonra isim gəlibsə adi dərəcədə sifətdir o. Tünd çay, tünd rəng. Tünd xasiyyətli, tünd rəngli bunlar sadəcə mürəkkəb sifətlərdir və adi dərəcədədir. Bəzi sifətlər var ki, azaltma və çoxaltma dərəcəsində morfoloji və sintaktik əlamətlər qəbul edə bilmir, ancaq adi dərəcədə olacaq. Buna əsasən dakı və k ilə düzələn sifətləri yadda saxlayırıq. Bəzi mürəkkəb sifətlərdir ki, ümumiyyətlə dərəcəyə görə dəyişməyəcək. Sadəcə bir sifətdirsə, onun bir dərəcəsi var, adi dərəcədədir. Məsələn, dünənki adi dərəcədədir. Bildir ki, adi. Yəni, azaldıb, çoxalda bilmirik sadəcə. O bir sifətdirsə, onun dərəcəsi var. Mümkün deyil ki, dərəcəsiz olsun. Sifətin dərəcəsi olar. Dərəcə göstəricisi qəbul edərsə, azaltma və ya çoxaltma, ona uyğun deyəcəyik ki, hə, azaltmadır və ya çoxaltma. Amma yenə də bir sifətdirsə, adi dərəcədə olacaq. Davam edirik. Davam edirik, qələm seçirik, qələmimizin rəngini dəyişirik. Aha, bu niyə belə oldu? Bunu silməliyik. Hə, sifətin ismin xüsusiyyətini daşıması, ismin yerində işlənməsi. Bu nə deməkdir? Biz bilirik ki, daha çox sifət ismin önündə gələr.
Necə nə cür sualına cavab verər? Yəni cümlədə təyin olar. Cümlə üzvü kimi daha çox təyin olacaq. Və ismini itirəndə nə baş verəcək? Məsələn, deyir ki, nümunədə, deyir qoca kişi həyətdə oturmuşdu. Normal, ismi yanında gəlib öz sualına cavab verir, cümlənin təyini olacaq. Bəs bu ismi itirsə nə baş verər? O zaman o ismin üzərində hansı xüsusiyyətlər var idisə, keçər sifətin üzərinə. Yəni ismi itəndən sonra ismin sualını alacaq üzərinə. İsim hansı cümlə üzvü kimi işlənmişdirsə, onu alacaq üzərinə və ya cəm qəbul edibsə və ya mənsubiyyət qəbul edibsə, onu da üzərinə almış olacaq. Məsələn, indi baxaq, qoca həyətdə oturmuşdu. Yuxarıda hansı sualına cavab verdi, indi kim sualına cavab verdi? Çünki ismini itirib. Yuxarıda təyin olmuşdu, indi bu mübtəda idisə, bu mübtəda olacaq. Sadəcə müvəqqəti olaraq biz kimisə işdə əvəz ediriksə, onun vəzifələrini yerinə yetirəcəyik. Amma həmin adam olmayacaq. Burada da sifət müvəqqəti olaraq ismin vəzifələrini yerinə yetirəcək. İsim yanına gələn kimi öz, yəni xüsusiyyətlərini üzərinə alacaq. İsim də öz xüsusiyyətlərini üzərinə almış olacaq. Yəni sifətin cümlədə ismin sualına cavab verməsi, morfoloji cəhətdən onun isimə dönüşməsi, isim olması demək deyil. Yenə də o bir sifət olaraq qalacaq. Yenə də morfoloji cəhətdən nitq səsi kimi sifətdir. Məsələn, qocalar bu cəm qəbul etmiş sifətdir. Biz buna isim deyə bilmərik. Sözün hansı nitq hissəsinə mənsub olduğu başlanğıc forma ilə müəyyən ediləcək. Gözəl sifətdir. Gözəllər qrammatikə qədər olan hissə başlanğıcdır. Yenə də gözəl sifətdir. Gözəllik, gözəl, gözəllik, leksik daxil olacaq başlanğıca. Gözəllik artıq isimdir. Gözəldən gözəllik ismi düzəldir. Yəni, başlanğıc forma əsas şərtdir. Məsələn, gözəldən. Burada dən çıxışlıqdır, qrammatikdir, başlanğıcı bunun gözəldir. Gözəl necə? Gözəl. Deməli, bu olacaq sifət. Deyir, ağlar qalib gəldilər. Yəni, ağ rəngdə ları atıram, qrammatikdir, cəmdir. Başlanğıcı bunun ağ olacaq. Ağ da bildiyimiz rəng bildirən sifətdir. Sifət isimləşəndə dərəcə xüsusiyyəti üzərində qalacaq. Yəni, qıpqırmızılarını cəmi mənsubiyyəti halı atdım. Qıpqırmızı çoxaltma dərəcəsində olan sifətdir. Ən çox sifət, hansı sifətlər ismin xüsusiyyətini daşıyır? İsimdən səhv salırlar. Bax, buradakı sifətlər olacaq. Məsələn, qoca, cavan, körpə, paxıl. Cümlədə bunlar ismin sualına cavab versələr də, isimə aid şəkilçini qəbul etsələr də, o şəkilçiləri atanda və ya tək başına bu formada ismin sualına cavab versələr, yenə də siz bunlara sifət deyəcəksiniz, isim deməyəcəksiniz. Çünki sadəcə müvəqqəti ismin sualına cavab verir. Bu sözlər cümlədə zərf də olar, sifət də olar. Bunlardan sonra feil gələrsə olacaq zərf. Məsələn, iti danışır, iti qaçır. Burada zərf. İti bıçaq. Necə bıçaq? Burada sifət. Pis oxumaq, zərf. Pis insan, sifət. Yaxşı adam, sifət. Yaxşı danışmaq, zərf. Gözəl oxuyur, zərf. Gözəl qız, sifət. Cəld qaçmaq, zərf. Cəld uşaq, sifət. Bunlara fikir vermək lazımdır ki, özündən sonra nə gəlib ona baxacaqsınız. Dediyimiz kimi sifət isimləşəndə mübtəda ola bilər, tamamlıq ola bilər, ismin sualına cavab verəcək, mənsubiyyət qəbul edər, hal qəbul edər. Sadəcə sifət isimləşsə də, isimləşməsə də cümlənin xəbəri ola bilər. Hardan biləcəyik? Xəbərdə olan sifətə sual verəcək. Öz sualını verdiksə isimləşməyib, ismin sualını verdiksə isimləşib, sonra xəbər olub. Məsələn, o qız gözəldir. Necədir? Gözəldir. Gördük? Burada öz sualını verdik. Deməli, sifət xəbər vəzifəsində.
Düzdür, ismə məxsus qrammatik şəkilçini yeni şəxs sonluğunu üzərinə alıb, ancaq isimləşməyib. Amma desək ki, bizə kömək edən o igiddir. Kimdir? İgiddir. Burada igid sifəti kimdir sualına cavab verdi. Yəni, isimləşib sonra xəbər oldu. Desək ki, sifət isimləşmədən xəbər ola bilmir, yanlışdır. Ola da bilər, olmaya da bilər. Biz bunu sifətin sualından müəyyən etmiş olacağıq. Ümid edirəm ki, bu izah hər kəsə faydalı olacaq. Hər kəsə uğurlar.